edir. Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatları barədə məlumatlandırıb, lakin Avropa İttifaqı, eləcə də bəzi qərb dövlətləri susqunluq nümayiş etdirir. Bu, onların bölgədə sülhü deyil, daha çox Ermənistanı dəstəkləmək marağında olduğunu göstərir. Rəsmi Bakının bu məsələyə münasibəti isə birmənalıdır. Azərbaycanın təhlükəsizliyi və suverenliyi toxunulmazdır və istənilən təhdidə adekvat cavab veriləcək. Yayılan məlumatlara görə Ermənistan Azərbaycanla bütün sərhədyanı ərazilərdə, o cümlədən Naxçıvan Muxtar Respublikası istiqamətində də hücum xarakterli və müdafiə xarakterli istehkamlar və müxtəlif qurğular quraşdırmaqdadır. Bütün bunlar da əslində ondan xəbər verir ki, Ermənistan ola bilsin ki, hərbi eskalasiyaya hazırlaşsın. Bəs ilin günün bu vaxtında bu Nikol Paşinyana niyə lazımdır dilemması əlbəttə ki, bir çoxlarının qarşısında olur. Ola bilər ki, səbəblərdən biri məhz daxili auditoriya qarşısında məğlub olmuş lider obrazını qalib gəlmiş, kiçik qalibiyyət olsa belə lider obrazı ilə dəyişmək istəyir və belə olan təqdirdə həmin təxribatların arxasında kimin olmasından asılı olmayaraq reallıq ondan ibarətdir ki, Azərbaycan ordusu və Azərbaycan sərhədçiləri öz dövlət və milli maraqlarını qorumağa borcludurlar və belə olan təqdirdə əlbəttə ki, Ermənistan elə etməsin ki, Azərbaycan həmin o Zəngəzurda bir təhlükəsizlik buferi yaratsın. Belə olan təqdirdə bu həm tarixə uyğun olacaq, həm də ki, son zamanlar dünyanın ayrı-ayrı regionlarında baş verən geosiyasi gerçəklik və reallıqlara uyğun olan atılmış bir adım olacaq.